Yeni videomdan herkese salamlar. Mən Məmmədova Nəzifə. Bugün sizinlə birlikdə OTK-nın 11-ci sinif üçün olan 25 yanvar keçirilmiş sınaq imtahanının riyaziyyat suallarına baxacağıq. Gəlin başlayaq ilk sualdan. İlk sualda bizə ədədlər sırası verilib, onun moda və medianın həndəsi ortasını tapmaq tələb olunur. Ədədlər sırasının modası nədir? Həmin ədədlər sırasında ən çox təkrarlanan ədəd həmin ədədlər sırasının modası olur. Yəni mən baxıram, 1-dən bir dənədir, 2-dən bir dənədir. Hər birindən bir dənədir. Sadəcə olaraq 9 2 dəfə təkrarlanıb. Deməli mənim modam nədir? 9-dur. Median nədir? Median üçün ilk öncə mən fikir verməliyəm ki, ədədlər artan sıra ilə düzülsün və baxıram 1, 2, 3, 4, 6, 9, 9. Pozulmayıb ki, xeyr. Deməli ədədlər sıra ilə düzülüb, yəni artan sıra ilə düzülüb. Deməli mən onda medianı təyin edə bilərəm və ədədləri sayıram. Ədədlərim mənim neçə dənədir? 7 dənədir, təkdir. Ona görə də 7-nin elə bil biz ortasını tapa bilirik. Ortada olan ədədi tapa bilirik. 3 dənə solda var, 3 dənə sağda var. Yəni ortaya qalan 4 olur. Ona görə bizim medianımız nə olur? 4 olur. Amma məsələn ədədlərin sayı cüt olsa, məsələn 1, 2, 3, 4 verilsə bizə, burada biz ortadakı ədədi tapa bilmirik. Ona görə də ortada yerləşən 2 ədədin ədədi ortasını tapırıq median üçün. Başa düşdünüz necə? Yəni əgər ədədlərimizin sayı təkdirsə, onda median ortadakıdır. Amma əgər ədədlərimizin sayı cütdürsə, yəni burada 1, 2, 3, 4 neçə dənə rəqəm var? 4 dənə. Onda biz ortada yerləşən 2 ədədin ədədi ortasını tapırıq median üçün. Bu kənar izahı idi. İndi bizim modamız 9, medianımız 4. Həndəsi orta, məsələn 2 ədəd varsa A və B, onun həndəsi ortası kök altında AB olur, düzdürmü? Yəni mənim həndəsi ortam 9 ilə 4-ün həndəsi ortası kök altında 9 vuraq 4, yəni kökdə 36, ondan da 6 çıxır, cavab C variantı. Keçirik 32-ci suala. 32-ci sualda ABCD paraleloqramı verilib. Məsələn, belə bir paraleloqram. A-nın təpə nöqtəsi verilib, B-nin, C-nin, D-ni tapmamız tələb olunur və onu tapandan sonra da A üstə B cəmini asanlıqla tapa biləcəyik. Bunu bu yolla həll etmək olar ki, bunun diaqonallarını çəkək, AC və BD diaqonallarını çəkək. Diaqonallar kəsişir və kəsişdiyi nöqtədə yarı bölünür. Bərabər deyillər, amma yarı bölünürlər. Bunu bilirik və mən ona əsasən bu orta nöqtəni tapa bilərəm. Çünki məndə A-nın da koordinatı var, C-nin də koordinatı var. Mən onu tapa bilərəm, düzdürmü? O məndə orta nöqtədir, çünki yarı bölünüb. Deməli, orta nöqtəni necə tapırıq? A-nın x-i ilə 2, C-nin x-ini toplayıb 2-yə bölürəm. Eyni ilə bunu y-ə də tətbiq edirəm. Belə 2 bərabərdir. 2-dən 1 çıxdım. 1, 2-yə böldüm 0,5, o birisi də 0,5. Deməli, mənim orta nöqtəmin koordinatları 0,5 və 0,5-dir. Eyni ilə necə ki, bu AC-nin orta nöqtəsidir, həm də BD diaqonalının da orta nöqtəsidir. Deməli, mən B-nin x-i ilə D-nin x-ini, yəni B-nin koordinatları ilə D-nin koordinatlarını toplayıb 2-yə böldükdə yenə bu orta nöqtəni almalıyım. Orta nöqtənin koordinatlarına bərabər olmalıdır. 0,5, 0,5-ə. Ona görə də mənfi 4 plus A, D-dən istifadə edirəm. Böl 2 mənə verməlidir 0,5. Buradan A-nı mən nə tapıram? 5. Daha sonra baxıram y-ə, y-də B-nin y-i 6 plus B bölü 2, 0,5. Onda mənim B buradan nə tapıram? Mənfi 5. Və məndən A ilə B-nin cəmini soruşur. A 5-dir, B mənfi 5-dir. Onları toplayanda nə verəcək mənə? 0, cavab D variantı. Keçək 33-ə. 33-cü suala baxaq. ABC üçbucağında BD tənböləndir. DY AB-yə paraleldir və BY-ni mənə 3 verib. YC-ni isə 6 verib. AB tərəfinin uzunluğunu tapın. Gəlin bunu çəkək. A,
S. Burada məndə BD tənböləndir. Yəni alfa, alfa olaraq bölünüb. Tənbölən olduğu üçün tən yarı bölünüb B bucağı. Və mənə AB ilə DY-nin paralel olduğu bildirilib. Əgər paraleldirsə, diqqətlə baxsaq, biz nə görərik? Daha doğrusu bununla bu paralel verilib mənə. Onda bu da kəsən rolunu oynayır. Onda bu, daha doğrusu bu alfa ilə bu bucaq daxili çarpaz olur. Onda burada nə olur? Alfa olur. Düzdürmü? Anlaşıldı. İndi keçirik, nəyi bilirik? Bizdə onda BYD nə oldu? Bərabər yanında 3 bucaq oldu. BY ilə YD burada bərabərdir. BY-ni mənə 3 veribsə, YD-ni də mən 3 tapmış oluram və YS 6 verilib. Və buradan mən DYS bucağını bilirəm ki, nəyə bərabərdir? 2 alfaya. Niyə görə? Çünki BYD-nin xarici bucağıdır DYS. Və bilirik ki, 3 bucağın bir xarici bucağı ona qonşu olmayan daxili bucaqların cəminə bərabərdir. Yəni alfa ilə alfanın cəmi mənə verir 2 alfa və DYS olur 2 alfa. S isə ortaq bucaqdır. ABC və DYS üçün S ortaq bucaqdır. Ona görə də mən oxşarlıqdan istifadə edə bilərəm. Hansı 3 bucaqların ABC ilə 3 bucaq ABC ilə 3 bucaq DYS oxşardır. Niyə görə? Çünki bucaq B ilə Y bir-birinə bərabərdir və S hər ikisində var. S də ortaq bucaqdır. Uyğun tərəflərinin nisbətini yazsam, mən AB-ni tapa bilərəm. Deməli, AB-nin DY-yə nisbəti bərabərdir BC-nin YS-yə nisbətinə. Mənə zaten AB-ni tapmaq tələb olunurdu. AB bölək DY 3 tapdıq. BC 3 ilə 6-nın cəmi 9, YS isə 6. AB-ni nə tapırıq buradan? Çarpaz vursaq 6AB 27-dir. AB isə 27 bölək 6-dır. Yəni 4 onda 5-dir. Baxırıq 34-cü suala. 2 sinus kvadratı x bölək 2 bərabərdir 1 tənliyini həll edin. Biz bilirik ki, sinus kvadratı alfa bərabərdir 1 çıxaq kosinus 2 alfa bölək 2. Bu alfadır. Və buradan biz 2 sinus kvadratı alfanı təyin edə bilərik ki, 1 çıxaq kosinus 2 alfadır. Biz bunları trigonometriyadan bilirik. Və bunu gələk tənliyimizə tətbiq edək. Məndə burada alfanın yerində nə durub? X bölək 2 durub. Alfa əgər 2 alfa olubsa, deməli, x bölək 2 də 2 dəfə artıb x olacaq növbəti mərhələdə. Ona görə də mən bunu burada yazacağam. 2 sinus kvadratı alfa 1 çıxaq kosinus 2 alfadırsa, 2 sinus kvadratı x bölək 2 də burada alfanın yerində burada x bölək 2 durub. Deməli, 2 alfada olan hissədə olacaq 1 çıxaq kosinus 2-ni vuranda x bölək 2-yə alıram x. Deməli, mən 2 sinus kvadratı x bölək 2-nin yerinə 1 çıxaq kosinus x yazacağam. Olur, 1 çıxaq kosinus x bərabərdir 1-ə. Kosinus x buradan 0'dır. Bu da xüsusi haldır. X olacaq. Pi bölək 2 plus pi k. K da təbii ki tam ədəddir. Cavabımız A variantı. 35-ci sual. 35-ci sualda bizə ABC düzbucaqlı üçbucaq verilib və C bucağı 90 dərəcədir. Və CM medianı çəkilib. Biz nəyi bilməliyik? Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən
median, yəni SM hipotenuzun yarısına bərabərdir. Yəni AB-nin yarısına bərabərdir. Onda bunu belə ifadə edə bilərik. SM gəlib AB-ni yarı bölüb. Deməli AM ilə MB bir-birinə bərabərdir və həmçinin SM AB-nin yarısına bərabərdir. Yəni AM-ə bərabərdir. Bunu belə də yaza bilərik. Bizdə B 40 dərəcə verilibsə, bucaq ABC-dən C 90-dır, B 40-dır. Onda A-ya 50 qalır. Çünki daxili bucaqların cəmi 180 etməlidir. Və baxa bilərəm AMC-yə. Bərabər yanlı 3 bucaqdırsa, bunlar bərabər yanlarımızdır. Onda oturacağı birləşən bucaqlar da bərabər olmalıdır. 50-50. Və məndən AMC-ni soruşur. 50-50 etdi 100. Qaldı AMC-yə 80 dərəcə. Cavab C variantı. Baxırıq 36-cı suala. Hansı qrafik y bərabər kökdə 3 plus 1 üstü x funksiyasının qrafik ola bilər? Bilirəm ki, y bərabərdir a üstü x funksiyası. Əgər a bu 2 hala bölünür, 2 halı var. A 0 ilə 1 arasında yerləşir, yəni a kəsirdir və a 1-dən böyükdür. Hər bir hal üçün qrafik fərqlidir. Burada belədir, yaxınlaşır x-ə, amma dəymir. Və A 1-dən böyük olduqda isə necədir? Arta gedir. Yəni, bu nə mənaya gəlir? Məsələn, A əgər 0 ilə 1 arasındadırsa, məsələn, 2-də 1-dir. 2-də 1-in üstünə nə qədər mən çox yazsam x-i, o qədər kiçiləcək. Ona görə də burada birinci təsvir etdiyimdə, baxın, x-in qiymətləri artdıqca y-in qiymətləri neynir? Azalır. Və baxıram A 1-dən böyük haldır. Məsələn, 2, A 2-dir və yaxud da 3-dür. X-i nə qədər çox yazsam, Y də o qədər çox qiymətlər alacaq. Ona görə də burada isə X müsbət istiqamət artdıqca Y-in də qiymətləri neyniyib? Arta gedib. Ona görə də deməli, baxıram indi öz sualıma. Y bərabər kökdə 3 üstəgəl 1. Yəni 1-dən böyükdür. Çünki kök 3 1,7-dir təxminən. 1,7-nin üstə 1, yəni 2,7 edir. 1-dən böyükdür. Onda deməli artan olmalıdır. Cavabımız B variantı. Keçirəm 37-yə. 37-də mənə nə verilib? X kiçikdir 1 olduqda bu ifadəni sadələşdirin. Solda yazıram. Baxaq. Kök altında x kvadratı çıx x çıx 1-i olduğu kimi saxlayacağam. Üstə gələk. Digər kökün altında olan ifadə mənə nəyi xatırladır? X minus 2-nin kvadratını. Düzdürmü? Qalan hər şey olduğu kimi yazıram. Yenə x kvadrat çıx x çıx 1. Burada köklə kvadrat ixtisar gedir. Nə qalır? Modulda x çıx 2. Bunu çox vaxt şagirdlər qarışdırır. Olduğu kimi x çıx 2 yazırlar. Xeyr. Bunu biz modulda yazmalıyıq. Və x də mənə şərtdə 1-dən kiçik verib. Ona əsasən modulda mən çıxardacam ifadəmi. X kvadrat çıx x çıx 1 üstə gələk. 1-dən kiçik məsələn x alır 0 və yaxud da -1. Gətirib məsələn 0-ı mən burada yerinə qoysam 0 çıx 2 nə alıram? -1 ədəd. Ona görə də mən 2 ilə x-in yerini dəyişməliyəm. 2 çıx x yazmalıyam. Amma əgər müsbət ədəd versəydi mənə, məsələn, x 3 olsaydı 3 çıx 2 mənə müsbət verəcəkdi. Olduğu kimi x çıx 2 şəklində çıxaracaqdım onu moduldan. Amma məndə modul mənfi olduğu üçün əks işarə ilə çıxartdım. Bərabərdir. Deməli, sadələşdirək. Çıx x verdi 2x. 2-dən də 1 çıxdıq. 1. Bu da mənə yenə nəyi xatırladır? X çıx 1-in kvadratını. Yenə modulla, daha doğrusu köklə kvadrat gedir, qalır modulda x çıxaq 1. Mənə x-i 1-dən kiçik verib. Məsələn, yenə 0 qoyuram. 0 çıxaq 1. Nə verəcək mənə? -1. Ona görə də yenə əks işarə ilə çıxardıram moduldan. Cavabımız olur A variantı. Keçirik 38-ci suala. 38-ci sual nisbətən asan sualdır.
Əkub AB-ni tapanda mənə hazır sadə vuruqlara ayrılmış şəkildə verilib A-nı və B-ni. Məsələn, 2 var, düzdürmü? 2-nin ən birincidə 2 üstü 2 verilib, ikincisi 2 üstü 1 verilib. Maksimum hansıdırsa onu götürürəm. 2-nin kvadratını götürürəm. Birincidə mənə 3 üstü 1 verilib, ikincidə daha doğrusu A-nın tərkibində 3 var, B-nin tərkibində 3-ün kvadratı var. Maksimumu götürürəm. 3-ün kvadratı. A-da məndə 5-in kvadratı var, B-də heç nə yoxdur. Yəni 5 üstü 0 var. 5 üstü 0 1, düzdürmü? Mən ona görə yenə maksimumu götürməliyəm. 5-in kvadratını götürürəm. Və alıram 4 vuraq, 9 vuraq, 25. 4-ü 25-ə vuranda 100, 9-a da vurduqda 900. Amma əgər bunda əbəb soruşsaydı, minimum qüvvətləri götürəcəkdik. Yəni, məsələn, 2-nin kvadratı və 2 verilibsə, biz 2-ni götürəcəkdik, minimum dərəcəni. Burada əkub soruşduğu üçün maksimum dərəcəni götürdük. Keçirik 39-cu sual. 39-cu sualda 9 minus x bölü x çıx 3 böyük bərabər 0 bərabərsizliyini ödəyən tam ədədlərin cəmi soruşulur. İlk öncə gəlin daha rahat olması üçün 9 çıx x-i x çıx 9 halına gətirək. Hər bir halda x-i daha əvvəldə saxlamağa çalışaq. Ona görə də biz bərabərsizliyin hər tərəfini -1-ə vuraq. -1 vurulsun. 9 çıxaq x bölək x çıxaq 3 böyük bərabər 0 vuraq 1. İşarəm mənim nə etməlidir? Dəyişməlidir. 9 çıxaq x. Bunu -1-i mən yuxarı vurduqda dəyişdim. Oldu x çıx 9. Mənfiyə vurduğum üçün böyükdür oldu, kiçikdir. Bunu indi mən ədəd oxu üzərində təsvir etsəm, 3 və 9, düzdürmü? X çıx 9-u 0-a bərabərləşdirirəm. X-i 9 tapıram. Məxrəci də 0-a bərabərləşdirib 3 tapıram. Və mənə bərabərdir, böyük bərabərdir verilib. Yəni, həmin qiymətləri də ala bilər. Yəni, 3 ilə 9-u da ala bilər. Amma mən nəyə fikir verirəm? Əgər 3 olsa, məxrəc 0 olacaq. Bilirik ki, 0-a bölmək də olmaz. Ona görə 3 almır, amma 9 almaqda bir problem yoxdur. İntervalla çəksəm, müsbət, mənfi sağdan başlayaraq müsbət, mənfi, müsbət deyərəkdən işarələrimizi qoyuruq və mənə mənfi interval lazımdır. Çünki kiçik bərabər 0 verilib. Onda 3-dən 9-a olan intervalı götürürəm və mənə tam ədədlərin cəmi lazımdır. 4 plus 5 plus 6, 7, 8, 9-un özü də toplayanda bunları 9, 15, 22, 22-nin üstünə 17 gəldikdə 39 cavab C variantı. Gəlin baxaq 40-cı suala. ABCD trapesiyasında AB 5, BC 3, CD 4, 2, D bucağı 45 olarsa AD-ni soruşur. Mən BM və CH hündürlükləri çəkdim və məndə bu HCD bucağı da 45-dir. Çünki daxili bucaqların cəmi mənə 180 verməlidir. Və bu bərabər yanlı üçbucaqdır. Mən x deyə yazsam, Pifaqoru tətbiq eləsəm CHD üçbucağına nə alıram? X kvadrat üstə ilə x kvadrat bərabərdir 4 kök 2-nin kvadratına. Yəni 2x kvadratı bərabərdir 32. X kvadratı 16-dır. X nə tapıram? 4 tapıram. Təbii ki, mənfisini götürməyəcək, çünki uzunluqdur x. X-i 4 tapdım, yəni CH-ı 4 tapdım. Deməli, BM-im də 4-dür. BM-im 4-dürsə, üçbucaq ABM-ə indi tətbiq edirəm Pifaqoru və zaten buradan biz AM-i tapacağıq və bilirik ki, 3, 4, 5 sadə Pifaqor üçlüyü. Deməli, bizim AM-imiz nə olur? 3 olur. Deməli, mənim AD-ni tapmağım üçün mənə nə lazım idi? AM plus MH plus HD. AM-im 3-dür. MH-ım mənim zaten BC-yə bərabər olacaq. Yəni 3 olacaq. HD də x idi. X-də nə tapmışdım?
4, 3, 3, 6. 6'nın üstünə 4 gəldikdə 10. Cavab A variantı. Keçək 41-ci suala. 41-ci sual x kubu, x kvadratı yazaq. Çıxar x çıxar y bölək x kubu çıxar x ifadəsini sadələşdirin. Nə edirik? X kubu və x kvadratı vurulsun y-dən. X kvadratını mötərizə xaricdən çıxardırıq və qalanı yazırıq. Digər ifadədən isə, yəni mənfi x, mənfi y-dən də mənfini mötərizə xaricdən çıxardıram və qalanı yazıram. Məxrəcdə ortaq vuruq x-dır. Qaldı mötərizədə x kvadrat çıx 1. Və daha doğrusu surətdə yenə x plus y ortaq vuruqdur. Onu da mötərizə xaricdən çıxardıram. Qalan nədir məndə? X kvadratı qaldı. Yazdım. Və burada da x plus y-in qabağında 1 durub, 1 vurulsun. Çıxılsın 1. Məxrəcdə də x vuraq, x kvadratı çıx 1 olduğu kimi x kvadratı çıx 1-lər ixtisara getdi. Nə qaldı? X plus y bölünsün. X cavabımız D variantı. Baxırıq 42-ci suala. 42-ci sualda bir kvadrat tənliyi verilib. Onun köklərindən biri m-dir. Tənliyin kiçik kökünü tapın. Deməli, kvadrat tənliyin köklərindən biri m-dirsə, yəni x1-imiz m-dir. Biz aparıb m-i kvadrat tənlikdə harda x görürüksə yerinə yaza bilərik. Çünki kökdür. Tənliyin kökü m-dir. Getirib yazsaq yerinə alarıq m kvadratı çıxılsın. M plus 1 vuraq. X-in yerinə yenə m yazıram. Plus 5 bərabərdir 0. Sadələşdirək. M kvadratı çıxaq m kvadratı çıxaq m. Üstə elə 5 bərabərdir 0. Burada deməli m kvadratı islah oldu. Biz buradan m-i nə tapırıq? 5. Davam eləyək. M-i 5 tapdım. Deməli mənim, yəni bu kvadrat tənliyim nə halda imiş? X kvadratı nə halda olmuş oldu daha doğrusu? M-i nə tapmışam? 5. M üstəyər 1 verdi mənə 6. 5 üstəyər 1. X kvadrat 6x plus 5 bərabərdir 0. Buradan da Viet teoremini tətbiq etsəm, mənim köklərimin cəmi x-in qarşısında duranın, yəni b-nin əks işarəsinə bərabər olur 6-ya. Hasili isə x1 vura x2 mənim nəyə bərabər olur? C-yə, yəni 5-ə. Bu ədədlər də hansılardır? x1-imiz 1-dir, x2-imiz 5-dir. Məndən kiçik kökü soruşur. Kiçik kökümüz olur 1. Cavab Y variantı. Keçirik 43-cü suala. 43-cü sualda nə verilib? Bu ifadənin qiymətini tapın. Nə edirik? 1 bölünsün. 0 tam dövrdə 2-ni mən 9-da 2 şəklində yazıram. Üstəyərək 1 bölək 0 tam dövrdə 5-i də 9-da 5 şəklində yazıram. Bölünsün 9-da 7 bərabərdir. 1-i böləndə 9-da 2-yə alınır. 2-də 9. Bu da eyni ilə 5-də 9. Bölünsün 9-da 7 bərabərdir. Bura gəldim, çıxdım. Ortaq məxrəcə gətirirəm. 10. 2 ilə 5-ə əköb tapdım. 10-u 2-yə bölürəm 5. 5-ə bölürəm 2. 9-u 5-ə vurdum 45. Üstə gələk. 9-u 2-yə vurdum 18. Bölmə olur vurma. Və kəsrim də tərs çönür olur. 7-də 9. 45-in üstünə 18 gələndə 63. Bölək 10. Vuraq 7-də 9. 81 bölək 10. 8 tam onda 1. Cavab B variantı.
Bax 44-cü suala. 44-cü sual burada yazacağam ki, sahəmiz geniş olsun. Tangens 60-da nə alır? Kök 3 alır. Düzdürmü? Gətirirəm, yerinə yazıram. Kök 3 bölək sinus 20 çıxaq 1 bölək kosinus 20 dərəcə. Bərabərdir. Ortaq məxrəcə gətirək. Sinus 20 vuraq. Kosinus 20. Kök 3 vuraq. Kosinus 20 çıxaq. Sinus 1 vuraq. Sinus 20. Buradan sonra biz nə edirik? Yuxarını da aşağını da həm 2-yə vururuq, həm 2-yə bölürük. Nəticədə heç nə dəyişmir. Gəlin tətbiq edək. 2 vuraq, həm də 2 bölək. Düzdürmü? 2 ilə 2 yenə də burada nə olur? İxtisar gedir. Yenə də heç nə dəyişmir ifadəmizdə. Sadəcə olaraq bu üsulla həll edək ki, bizə növbəti addımları daha rahat olsun. Çıxaq 1 vuraq. Sinus nə? 20. Bölünsün. Yenə eyni şeyi burada tətbiq edirəm. 2-yə vurub 2-yə bölürəm. Sinus 20 vuraq kosinus 20. Deməli, sonra nə kimi davam edə bilərik? Bu surətdəki 2-də biri biz necə dəqiqə? Surətdəki 2-də biri vururam içəriyə və nə alıram? 2 vurulsun. Kök 3 bölək 2 kosinus nə? 20 çıxılsın. 1 bölək 2 vuraq sinus 20. Məxrəcdə isə bu 2 ilə sinus 20 kosinus 20 mənə 2 sinus alfa kosinus alfa, yəni sinus 2 alfanın açılışının yazılış şəklidir. Onda mən bunu sinus 2 alfa şəklində yığsam, alacağım sinus 40. 2-də 1 də olduğu kimi qalır. Bərabərdir. Çox-çox üzr istəyərəkdən bura keçirəm yazmaq üçün. Yenə 2-ni saxladım. Kök 3 bölək 2-ni məsələn, baxıram ki, fərqi yoxdur. Ya sinus, ya kosinus hansında alır. Məsələn, sinus kök 3 bölək 2-ni 60-da alır. Ona görə yazıram sinus 60, kosinus 20, çıxaq 2-də 1 isə kosinus neçədə alır? 60-da. Kosinus 60, sinus 20. Bu halda yazıram ki, sonradan mənə hansısa bir düsturun açılışı şəklində gəlib bu. Mən onu o düstura yığım. Ümid edirəm, aydın başa sala bilirəm. Aydın başa düşürsüz. Mənim surətimdəki 2-dən başqa digər ifadə mənə sinus 60 çıxaq 20, yəni sinus 40-ı verəcək və o bu sinus 40-la ixtisar gedəcək. 2 bölək 1 bölək 2 qalır, yəni cavabımız olur 4. 44-cü sualda cavab oldu 4. Keçək 45-ci suala. 45-ci sualda 3, 5, 6, 7, 9, 10 çoxluğunun 2 elementli ad çoxluqlarının sayı 3 elementli ad çoxluqlarının sayının neçə faizidir? Burada biz kombinezondan istifadə edirik. Ümumilikdə neçə element var? 6 dənə. Kombinezon yazdım. 6-nı yazdım. Ümumini yazıram. Sonradan mənə 2 element çoxluqlar istəyibsə, mən kombinezon 6-dan 2-ni hesablayıram. Kombinezon 6-dan 2-ni necə hesablayıram? Kombinezon düsturunu yuxarıda qeyd edim. Kombinezon məsələn n-dən k bərabərdir n faktorial bölünsün. N çıxaq k faktorial vurulsun k faktorial. Bu düsturla hesablanır. Yenə bunu tətbiq edəndə bura ilk öncə n faktorial, düzdürmü?
6 yazıram. Daha sonra altdan 2-ni çıxıb 4 yazıram. Sonra da 2-nin özünü yazıram. Və gəlin hesablayaq bunu. 6 faktorialı mən 4 faktorial vurulsun 5 vur 6 kimi yazıram ki, məxrəcdəki 4 faktoriallar 4 faktorial ilə ixtisar olunsun. Qaldı 2 faktorial da 2-yə bərabərdir. 5 vuraq 6, 30. 32-yə bölüşdə 15. İstəyirəm, deməli, bu çoxluğun 2 elementli ad çoxluqlarının sayı 15'dir. 3 elementli ad çoxluqlarının sayı kombinasyon 6'dan 3. Bu da bərabərdir 6 faktorial bölünsün 3 faktorial vur 3 faktorial. 6 faktorialı 3 faktorial vur 4 vur 5 vur 6 şəklində yazıram ki, 3 faktoriallar ixtisar olunsun. 3 faktorial da 3 vuraq 2 vuraq 1'dir. Bu da 6 ilə gedir. 4 vuraq 5 də mənə verir 20. Və mən 2 elementli ad çoxluqlarının sayını da tapdım. 3 elementli ad çoxluqlarının sayını da tapdım. İndi tapmalıyam ki, 15 20-nin neçə faizidir? Onu da tapmaq üçün 15-i 20-yə bölüb 100-ə vururam. Alıram 75%. Cavabımız olur 45'də 75. 46-cı suala ABCD dördbucaqlısının xaricini çevrə çəkilmişdi. Bucağa çıxılsın, bucaq D fərqinin dərəcə ölçüsünü tapın. Əgər dördbucaqlının xaricinə çevrə çəkilibsə, həmin dördbucaqlının qarşı bucaqlarının cəmi 180 dərəcə olur. Yəni, burada bucaq A ilə bucaq C bir-birinin qarşısında durub. Deməli, onların cəmi 180-dir. Eyni ilə bucaq A ilə bucaq D-nin də cəmi, daha doğrusu bucaq B ilə D necədir? Bir-birinin qarşısında durub, düzdürmü? Ona görə də onların cəmi də 180 dərəcə verməlidir. Və birinci yazdığımdan mən bucaq A-nı tapa bilərəm. 180 çıxılsın bucaq C. Bucaq C-ni də mənə 65 verib. 180 çıxaq 65. Cavab olur 100. Daha doğrusu 115. Və mən ikincidən isə bucaq D-ni təyin edə bilərəm. 180 çıxılsın bucaq B. Bucaq B-ni də mənə 85 verib. 180 çıx 85. Alıram 95. Və məndən şərtdə bucaq A çıxılsın bucaq D soruşur. Yəni 115-dən 95 çıxıram. Qalır 20 dərəcə. 46 cavabımız olur 20. 47-ci suala. 47-ci sual bir loqaritma sualıdır. Bu sualı həll etmək üçün biz bunu bilməliyik. Əgər bizə bu verilibsə, loqaritma A əsasdan A üstü M, B üstü N. Mən burada A ilə B-nin üstlərini nisbət şəklində yaza bilərəm. N böləyim. Loqaritma A əsasdan B şəklində. Bunu bildikdən sonra bu misal yazmaq biraz daha asan olur. Deməli, mən kök 2-ni 2 üstü 2-də 1 şəklində yaza bilərəm. X olduğu kimi və loqaritma 2 əsasdan x üstə elə 2 loqaritma 4'ü də 2-nin kvadratı kimi yazacağım. Yəni kök 2'dir, 2'dir, 4'dür. Mən bunların hamısına ortaq 2 fikirləşdim və hamısını indi 2 əsasa gətirməyə çalışıram. X bərabərdir 32. Gəlin həll edək. İndi dediyim bu qaydanı biz tətbiq edirik. İndi burada misal, burada x-in başında 1 var. Ona görə mən necə ki B-nin başında, burada M-in başında olanları N bölü M şəklində yazdım. Burada mən 1 böl 1 yazmalıyam. O da mənə nə verir? 2. Loqaritma 2 əsasdan x üstə gələk. Bu elə olduğu kimi loqaritma 2 əsasdan x üstə gəlinsin. Burada x-in başında 1 var. Yenə N bölü M şəklində fikirləşsəm 1 böl 2 yazmalıyam. 1 böl 2. Bunun öz ikisi də var. Bu 2 vurulsun. 2'də 1 loqaritma 2 əsasdan x bərabərdir 32. Buradakı 2 ilə 2 gedir. Və indi qalanı burada yazıram. 2 loqaritma 2 əsasdan x üstə loqaritma 2 əsasdan x üstə gəl loqaritma 2 əsasdan x bərabərdir 32. 2 dənə burada var.
bir dənə burada, bir dənə də burada. Deməli bizim 4 dənə loqaritma 2 əsasdan x-imiz var. Bərabərdir 32 və loqaritma 2 əsasdan x 32-ni 4-ə böldükdə 8. X-i tapanda isə 2 üstü 8 bərabərdir. O da mənə 2 üstü 6 64 128 256 verəcək. Cavabımız oldu 256. 47-ci-də. Baxırıq indi 48-ə. 48-ci sualda mənə deyir tərəflərinin uzunluqları tam ədədlər olan ABCD və MNKD kvadratları üçün şişirdirilmiş hissənin sahəsi 23-dür. Mən böyük üçbucağın tərəfini, yəni ABCD-nin tərəfini A götürürəm. MNKD kvadratının tərəfini isə B götürürəm. Onda mənə AM nə qalır? A çıxaq B. Düzdürmü? Toplayanda A versin. Eyni ilə burada A'dır. Bura B. Bura isə A çıxaq B. Yəni mən ABCD'nin tərəfini nə ilə nişanladım? A. MNKD'ni isə B ilə nişanladım. Şişirdirilmiş hissənin sahəsi 23-dür. Şişirdirilmiş hissənin sahəsini tapmaq üçün mən böyük kvadratın sahəsindən kiçik kvadratın sahəsini çıxsam, o şişirdirilmiş hissə qalacaq. Ona görə də S şişir nəyə bərabərdir? Böyüyün sahəsi, yəni A kvadratı çıxılsın B kvadratı verib mənə 23. A kvadrat çıx B kvadrat nöqtəsə vurmadan A çıx B vurulsun. A üstəyə B şəklində açılır. Bərabərdir 23. Və mənə tərəflərin uzunluğu tam ədədlər deyir. Tam ədəd deyir. Daha doğrusu tam ədəd isə də natural ədəd olmalı. Çünki tərəf mənfi ola bilməz. Deməli A ilə B natural ədəddir. Və 23 də sadə ədəd olduğundan ancaq 23-ün vuruqları 1 ilə 23-dür. Deməli ya A çıx B 1-dir, A üstəyə B 23-dür ya da əksinə. Amma biz bilirik ki, natural ədədlərin cəmi fərqindən böyük olduğunu, ona görə mən A üstəyə B-ni 23-ə bərabər eləyəcəm. A çıx B-ni isə 1-ə bərabər eləyəcəm. Və sistem tənliyi alınır. Tərəf-tərəfə toplasam B-lər islah olur. 2A bərabərdir 24. A bərabərdir 12 qalır. B-ni isə istənilən birində aparıb yerinə qoyaraq A-nın qiymətini ya birincidə ya ikincidə, B-ni isə 11 tapıram. Məndən MNKD kvadratın perimetrini soruşur. MNKD-ni B ilə nişanlamışdım. Onda onun perimetri 4B-dir. B-ni 11 tapdım. Olur 44. Cavabımız oldu 48-də 44. Baxırıq 49-cu suala. Bayram üçün hazırlanmış hədiyyə qutularının 5-də 2 hissəsi hər gün 40 qutu, qalan hissəsi isə hər gün 50 qutu paylanmaqla 44 günə bitirilməlidir. Hədiyyə üçün hazırlanmış qutuların ümumi sayını tapın. Mən ümumi qutuların sayını A ilə işarələyirəm. Və mənə daha rahat olsun deyə belə bir cədvəl qururam. Bütün məlumatları əhatə edən. Deməli, birinci mən günü qeyd edirəm. Daha sonra hər gün hazırlanan qutuların sayı və yenə də hər gün bu qədər qutu hazırlasa nə qədər alınır? Bunu isə 3-cü sətrə yazacağam. Mən nə demək istəyirəm? İndi. Məsələn, birinci mən onun 5-də 2 hissəsini hazırlayanda hər gün 40 qutu hazırlayıram. Hər gün hazırladığımı bura. İkinci qalan hissəsi isə hər gün 50 qutu hazırlanmaqladır. Və ümumi 44 günə bitirilməlidir. Mən əgər birincini x günlə nişanlasam, digərinə 44 x qalacaq. Düzdürmü? Və mən əgər hər gün, yəni günüm x gün olmaqla 40 qutu hazırlasam, 5-də 2 hissəsini hazırlamış olacağam, yəni 5-də 2A. Əgər mən digərində qalan hissəni isə 44x gün olmaqla hər gündə 50 qutu paylasam, onda qalan hissəm də mənim nə qədər qalıb? 5-də 3A-nı bitirmiş olaram. İndi gəlin bunu tənlik şəklində yazaq. Bircə dəqiqə. Aha.
40 vuraq x bərabərdir 5-də 2a. 5-də 2a-nı da gəlin 0.4 yazaq. Bizim üçün daha yaxşı olsun. 0.4a. Və digərində də 50 vuraq. 44 çıxılsın x. Verib mənə 0.6a. Birincidən mən a-nı x ilə ifadə etsəm, a-nı tapanda nə edəcəm? 40x-i 0.4-ə böləcəm. Bu da verir mənə 100x. Gətirib yerinə qoyaq ikincidə. 50-ni 44-ə vururam. Verir mənə 0. 0, 2 yatdı. 2200 çıxılsın 50x. Bərabərdir 0.6. A-nın yerinə 100x yazanda alıram. Bircə dəqiqə. 0.6-nı 100-ə vurduqda alıram mən 60 və x. 2200 bərabərdir 50x üstə 60x. 50-ni sağa keçirdirəm 110x. X də buradan nə tapıram? 20. Məndən nəyi soruşur? Qutuların ümumi sayı A ilə işarələmişdim. A da 100x-dir. Gətirib x-in aldığım qiymətdə yerinə yazsam əgər 100 vuraq 20 alıram 2000. Deməli, ümumi qutuların sayı 2000 olmuşdur. Baxaq 50-ci suala. 50-ci sualı mən solda yenidən təsvir etmişəm. Bizə ABCD rombu verilib və AN BM bərabərdir. MN AD-yə perpendikulyarda AN 2-dir, ND isə 6-dır. Onda AD tərəfimiz 8-dir. Rombun da bütün tərəfləri bir-birinə bərabər olur. Onda digər tərəflərimiz də 8-dir. Və AB də yarıya bölündüyünə görə 4 qeyd edə bilərəm. Və mən AM-in düzbucağı üçbucağını nəzərə yetirsəm, görürəm ki, hipotenuzum 4-dür. Bir katetim isə 2-dir. Və yəni onun yarısıdır. Bu da nə zaman mümkün olur? Əgər həmin 2-nin qarşısında durduğu bucaq 30 dərəcədirsə, çünki bilirəm 30 dərəcəli bucağın qarşısındakı katet, yəni 2, hipotenuzun, yəni 4-ün yarısıdır. Doğrudan da ödənir bu. Onda əgər AM-in bucağım 30-dursa, MAN bucağım nə qədər olur? Bucaq MAN olur 90-30, yəni 60 dərəcə. Onda rombumun iti bucağı 60-dır. Kör bucağına nə qədər qalır? 120. Və mən indi baxsam əgər bucaq MBC-yə, buradan da mən CM tərəfini təyin edə bilərəm. Gəlin indi bunu nə ilə tapacam mən? Kosinuslar teoremi ilə iki tərəf və arasında olan bucaq verilibsə, üç bucağın mən üçüncü tərəfi tapa bilərəm. Yəni CM tərəfini tapa bilərəm. CM bərabər olacaq. Deməli, kosinuslar teoremi ilə əslində belə olur. A kvadrat üstə B kvadrat çıxılsın 2AB vurulsun kosinus. Bunların arasındakı bucaq alfa. Və mənim bir tərəfim A, yəni 4-dür. 4-ün kvadratı 16. Üstə 8-in kvadratı 64. Çıxılsın 2 vuraq. 4 vuraq 8. Kosinus alfada, yəni kosinus 120 mənfi kosinus 60-a bərabərdir. Kosinus 60-da da 2-də 1 alır. Mənfisi də yanında. Vurulsun mənfi 2-də 1. Bərabərdir 16-nın üzərinə 64 gəldikdə, daha doğrusu bu da CM-in kvadratı olur. Əvvəldə yanlış yazmışam. CM kvadratı bərabərdir A kvadrat üstə B kvadrat çıxılsın 2AB kosinus alfa. Burada A ilə B də 4 ilə 8 olduğunu demişdim. 16-nın üstünə 64 gəldikdə verir mənə 80 çıxılsın. 2-ni vuraq 4-də. Bu 2 ilə bu 2 ixtisar gedə bilər. 4-ü 8-ə vuranda 32. 80-in üstünə 32 yerində 112. CM-in kvadratı 112-dirsə, CM də onda kök altda 112-dir. 112-də 16 vurulsun 7 şəklində yazıla bilər. 16-dan kök çıxacaq 4. 7 qalacaq kök altında. Cavab oldu 4 kökdə 7. Baxırıq 51-ci suala. 51-ci sualda bizə bərabərsizlik sistemi verilib və onun yeganə həlli var. M-N fərqini soruşur. Burada M və N parametrdir.
Bərabərsizlik sisteminin yeganə həlli o zaman olur ki, x məsələn üçün həm 5-dən böyük bərabər olsun, həm də 5-dən kiçik bərabər olsun. Bu nə mənaya gəlir? X 5-dən böyükləri alır və 5-i alır. Digərində isə x 5-dən kiçikləri alır və 5-i alır və bərabərsizlik sistemi işarəsi olduğu üçün mən bunların kəsişməsini tapmalıyam. Kəsişmədə isə 5-dən böyüklər, 5-dən kiçiklər bunlar kəsişmir. Sadəcə kəsişmədə 5 durur və yeganə həll burada 5 olur. Deməli, mən bu mənə verilən bərabərsizliyimdə də bunu tətbiq eləməliyəm. Ona görə birinci x-i tək saxlamalıyam. Yəni 3-ü keçirdirəm o tərəfə. 2x böyük bərabər m çıx 3. Digərində də 2x kiçik bərabər n üstəgəl 4. Və hər tərəfi 2-yə bölsək, x-i birincidə taparıq. M çıxaq 3 bölək 2 çıxılsın. Digərində isə x-i tapanda n plus 4 bölünsün 2. Və mənim birinci yazdığım hala gəldimi? Deməli, buradan da yeganə həll olması üçün mən m çıx 3 bölək 2 ilə n üstəgəl 4 bölək 2-ni bərabərləşdirməliyəm. M çıxaq 3 bölək 2 bərabərdir n plus 4 bölünsün 2. Məxrəclər eynidirsə, surətlər də eyni olmalıdır. M çıxaq 3 bərabərdir n üstəgələk 4. N-i sola keçirtsəm, m çıx n bərabər 4. 3-ü də sağa atsam 4 üstəgəl 3, 7. Məndən elə m çıx n fərqini soruşurdu. Cavabımız oldu 7. 52-ci suala. Nə verilib? Çevrə ABC bərabər tərəfi üçbucağının AB tərəfinə D nöqtəsinə toxunub, C təpə nöqtəsindən keçir. B-yə 4 verilib. Y-si isə 5 verilib. AD parçasının uzunluğunu tapın. Əgər ABC bərabər tərəfli üçbucaqdırsa, mənim BC tərəfim 9-dursa, AC və AB tərəfim də 9-dur. Məndən AD-ni tapmaq tələb olunur. AD-ni mən x ilə işarələsəm, BD-yə nə qalır? 9 çıxılsın x. Və burada mən toxunan ilə kəsən çevrəyə eyni zamanda həm toxunan, həm kəsən çəkilibsə, məsələn bu şəkildə və burada məndə bu daha doğrusu B nöqtəsindən çəkilib BD, bu da Y, C-dir. Eyni şey sadəcə rahat görünə bilsin deyə yenidən çəkdim. Və burada BD-nin kvadratı bərabər olur kəsənin xaricdə qalan hissəsi ilə ümuminin hasilinə. Düzdürmü? Və məndə BD 9 çıxılsın x-dir. Yerinə qoyuram. BY 4-dür. BC isə 5-dir. BC isə daha doğrusu 4 üstəgəl 5, 9-dur. Hər tərəfdən kök alsam, nə qalır mənim üçün? Köklə kvadrat gedir, modulda 9 çıx x qalır. Amma 9 çıx x zaten uzunluq olduğu üçün müsbətdir. Yəni, olduğu kimi çıxır. 9 çıx x, 4 vur 9, 36, 36-dan kök 6 çıxır. X-i də buradan 3 tapırıq. Mən elə AD-ni rahat olsun deyə x-ə işarələmişdim. Cavabımız da olur AD 3. 53-cü sual. 53-cü sual funksiya sualdır. Verilib ki, bu funksiyanın qrafiki absis oxunu A və B, ordinat oxunu isə C nöqtəsində kəsir. A-nın koordinatları da verilib. B və C nöqtələrinin absislər cəmini tapın soruşulur. İlk öncə biz bilməliyik ki, kvadratik funksiyanın qrafiki paraboladır və parabolanın qolları yuxarı olacaq. Çünki x kvadratının əmsalı müsbətdir. Yəni, A-mız müsbət olduğundan qollar yuxarı olacaq və təxmini bu şəkildə təsvir etsək, məsələn, kəsdiyi nöqtə, x absis oxunu kəsdiyi nöqtələri A ilə B verib və ordinat oxunu kəsdiyi nöqtə isə C verib. A-nın koordinatları 2, 0. B-nin koordinatlarını isə özümüz tapmalıyıq zaten və C-ni də. C-nin koordinatları isə ordinat oxunu kəsdiyindən onun absisi 0 olacaq və y və B isə absis oxunu kəsdiyindən onun y-i 0 olacaq.
X-i isə bilmirik. Ona görə X işarə elədim. S-ni də ordinatını Y-ni işarə elədim. Və mənə A-nın koordinatları məlumdur. Mən A-nın koordinatlarını aparıb funksiyamda yerinə yazsam, A-nın qiymətini təyin edə bilərəm. Gəlin tətbiq edək dediyimizi. A-nın X-i apsisi 2-dir. Ona görə də apsisi 2-dir, ordinatı 0-dır. 0 bərabərdir 2-nin kvadratı çıxılsın. A plus 1 vurulsun 2 üstə gəlsin. A çıxaq 4. Həll edək. 0 bərabər 4 çıxılsın. 2A çıxılsın 2. Üstə gələk. A çıxılsın 4. 4-lər islah olur. Mənfi 2-nin üstünə A gəldikdə mənfi A. 2-ni isə digər tərəfə atdıqda müsbət. A da olur mənfi 2. Deməli, biz A-nın qiymətini təyin etdik. Mənfi 2. Gətirib funksiyada yerinə yazsaq. F(x) bərabərdir. X kvadratı çıxılsın. Mənfi 2 plus 1x. Üstə gəlsin. Mənfi 2 çıxılsın 4. Nəticədə f(x) nə hala gəlmiş olur? X kvadratı. Mənfi 2-nin üstünə 1 gəldikdə mənfi 1. Qarşıda da bir dənə mənfi var. Plus x olur. Mənfi 2-dən 4 çıxdıqda mənfi 6. Deməli, bizim funksiyamız x kvadratı üstə gəlsin. X çıxılsın 6 şəklindədir. Və bizdən B və C nöqtələrinin apsisləri cəmini soruşur. B-nin apsisi x-dır. C-nin apsisi 0-dır. C-nin apsisini bilirik, amma B-nin apsisini tapmalıyıq ki, 0-la cəmləyək. Ona görə də mən B-nin koordinatlarını gətirib funksiyada yerinə yazıram. Yəni, x kvadrat üstə gəl x çıxılsın 6 bərabərdir 0. Buradan da V7-lə mən x1 və x2-ni təyin edə bilərəm. Cəmi mənfi 1 olsun. Hasili isə mənfi 6 olsun. Mənfi 3 ilə 2. Mənfi 3 ilə 2. 2 A-nın koordinatlarıdır. 2, 0. Və B həmçinin mənfi istiqamətdə olduğuna görə mən mənfi 3 götürəcəm B-nin x-ini. Və məndən B ilə C nöqtələrinin apsisləri cəmini soruşur. X üstəyə 0, yəni mənfi 3 üstəyə 0, mənfi 3 verəcək. Cavabımız olacaq mənfi 3. 53-də mənfi 3. Keçək 54-də. 54-də bizə 3 nöqtə verilib və bizdən AB və AC vektorlarının skaler hasilini soruşur. Mən AB-ni tapmaq üçün B-nin koordinatlarından sonundan başlanğıcı çıxıram həmişə. Və B-nin koordinatlarından A-nın koordinatlarını çıxdıqda x-ından x-ını çıxıram. 2 çıxılsın mənfi 1 və 3-dən 4 çıxıram. B-nin y-dən A-nın y-ni çıxıram. Nə alıram? 3, mənfi 1. AC-ni tapanda isə yenə sondan başlanğıcı çıxıram. Ona görə də sonum nədir? C, başlanğıcım A. C-nin koordinatlarından A-nın koordinatlarını çıxıram. 5 çıxaq mənfi 1. O birisi də mənfi 6 çıxılsın 4. Alıram 6, mənfi 10. Və AB-ni də AC-ni də koordinatlarını təyin etdim. Skaler hasili necə tapılır? Məsələn, mənə verilib A vektoru x1, y1 və B vektoru verilib mənə x2, y2. Onun skaler hasilini tapanda, yəni A vurulsun B-ni tapanda x-ları 1 vururam. Daha doğrusu, x-ları 1 vururam, y-ləri 1, sonra bu hasilləri cəmləyirəm. x1, x2 üstə gəlsin, y1, y2. Bunu indi mən öz misalıma tətbiq edəcəm. Deməli, 3-ü, yəni AB-nin x-ini AC-nin x-inə vururam, 3-ü vururam 6-ya. Üzərinə gəlirəm y-lərin hasilini, yəni mənfi 1 vurulsun mənfi 10. 18-in də üstünə 10 gəldikdə 28. 54-də cavabımız oldu 28. Keçirik 55-ci suala və nəhayət sonuncu sualımıza. Bütün hədləri müsbət olan ədədi silsilənin ilk 3 ardıcıl həddi x kvadrat çox 1 və 3x plus 4 olsa silsilə fərqini tapın. Yəni A1 biz bilirik ki, ədədi silsilə
A1, A2, A3 olmaqla A-ya qədər gedir və mənim ilk 3 həddim x, x kvadrat çıxaq 1 və 3x plus 4-dür. Və mən bilirəm ki, AN ondan əvvəlki ilə, yəni n çıx 1-ci hədd ilə ondan sonraki həddin, yəni n plus 1-ci həddin ədədi ortasına bərabərdir. Ona görə də mən x kvadrat çıx 1-i, yəni ortadakını ondan bir addım solda və bir addım sağda yerləşən ədədlərin ədədi ortası şəklində yaza bilərəm. Ona görə də yazacağım x plus 3x plus 4 bölünsün 2. Bu hala getirdik. İndi bunu yuxarının məxrəci, daha doğrusu surəti tapanda məxrəci cavabı vururuq. X üstə 3x 4x plus 4 bərabərdir 2 vura x kvadrat çıx 1. Onu da açıram 2x kvadrat çıx 2 şəklində. 2x kvadrat çıxılsın 4x. 4-ü də sağa atdıqda -6. Hər tərəfi 2-yə bölürəm. Qalır x kvadrat çıx 2x çıx 3 bərabərdir 0. Və bu tənliyi yenə V-lə həll etsəm, x1-i nə taparam, x2-ni nə taparam. Cəmimiz müsbət 2 olsun, hasilimiz isə -3 olsun. Elə -1 ilə 3-dür ki, toplayanda 2 verir, vuranda -3. Aha. Amma əgər x mənfi olsa, -1 olsa, mənim birinci həddim, yəni x-ım, bircə dəqiqə rəngi dəyişim. Aha, x-ım -1 olacaq. Mən bilirəm ki, silsilənin həddlərinə silsilənin həddi heç vaxt mənfi ola bilməz. Ona görə də bu kənar köçdü. Mən x-i 3 götürəcəm. İndi x-i əgər 3 götürsəm, birinci həddim mənim olacaq. Yəni bu nə şəkildə olacaq? 3. 3-ü yerinə qoysam, 3-ün kvartı 9 çıx 1, 8. 3-ü 3-ə vurub üstünə 4 gəlsəm, 13. Neçə artır? 5 artır. Deməli, mənim silsilə fərqim neçədir? Yəni, D-ilə işarə olunmuş silsilə fərqi. Silsilə fərqim 5-dir, çünki hədlər 5 artır. Bununla da UTK-nın 11-ci sinif üçün olan 25 yanvar keçirilmiş sınaq imtahanının 25 sualının hamısını baxdıq. Ümid edirəm anlaşılan oldu. Gələn videolarımızda görüşənədək hələlik sağ olun.